Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli əziz izləyiciləri. Osho deyir ki, həyatı zarafata al, çünki həyat tam olaraq belədir. Həll edilməsi lazım olan bir problem deyil həyat, yaşanması lazım olan bir sirdir. Bəli, həyat həll edilməsi gözləyən bir problem deyil. Həll edilməsini gözləyən bir bölmə varsa, o da burada sizin qarşınızda sifətdir. Mən bugün sizə 9-cu sinif buraxılış imtahanına uyğun olaraq sifət bölməsini izah edəcəm. Sizdən isə istəyim sadəcə və sadəcə videonu izləyirsinizsə, bu izahdan nə isə yararlanırsınızsa, sadəcə və sadəcə videonu bəyənin, kanala abunə olun, istəsəniz isə şərh yaza bilərsiniz. Baxaq birinci suala. Deyir, feildən düzələn sifətləri müəyyən edin. Bizə feildən düzələn sifətləri istəyir. Gəlin baxaq birinciyə. Deyir, təmiz, işıqlı, soyuq. Baxın, burada feildən düzələn istəyirsə, təmiz sözünün kökünə fikir versək. Heç qələmi tənzimləməmişik. Demək, təmiz sözünün kökünə fikir versək, görək ki, sadədir də, bir kökdən ibarətdir. Ona görə çıxıram. İşıqlı sözü, soyuq sözü, soyuq sözündən əmələ gəlib, işıq sözündən işıqlı sözü əmələ gəlib. Ona görə də mən bunları da çıxıram. Çünki soyuq sözü feildən əmələ gəlsə də, amma işıqlı sözü demək, isimdən əmələ gəlmişdi. Sonra, azğın, yandırıcı, bitkin sözləri, azdan azğın əmələ gəlir, yandan yandır, yandırdan da yandırıcı əmələ gəlir, bitdən də bitkin əmələ gəlir. Az feilindən azğın əmələ gəlir, bəli. Bitdən bitkin əmələ gəlir. Yandırdan da yandırıcı əmələ gəlir, bəli. B variantı bizim doğru cavabımız olacaq. Baxıram C variantına. Çoxlu burada nədir? Saydır. Ona görə C-ni çıxıram. Baxıram D variantına. Hündürdür, geniş sözləri də. Baxaq birinci suala. Feildən düzələn sifətləri müəyyən edin. Təmiz sözünə baxıram ki, sadə sözdür. Ona görə çıxıram A variantını. B variantında azdan azğın əmələ gəlir, az feilindən. Yandan yandır, yandırıcı. Bitdən də bitkin əmələ gəlir. Burada 2 leksik şəkilçi olduğunu görürsünüz və 2 leksik şəkilçi varsa, sonuncu leksik şəkilçidən ayırırıq. Və yandır sözünə baxıb fikir verirəm ki, feildir. Bəli, demək bu feildən düzəlmişdi. Bitkin də eləcə, azğın da eləcə. Cavab olacaq B variantı. C variantında çoxlu sözü bax fikir versəz, burada nədir? Saydır. Bizə isə feildən düzələn sifətləri istəyir. Ona görə C-ni də çıxıram. Mehriban, hündür, geniş. Bax, hündür sözü burada sadədir. Ona görə çıxıram. Mehriban sözü də sadədir. Çıxıram. Y-də kiçik, uca sözləri, bəli. Bunlar da sadədir. Naxışlı sözü isə isimdən əmələ gəlmişdi. Ona görə çıxıram. 2. Azaltma dərəcəsində olan sifət hansıdır? Sapsarı, M, pırısı bilirik ki, çoxaltma dərəcəsində əmələ gətirir. Gömgöy sözündə də eləcə M o funksiyanı yerinə yetirir. Uzunsovda, bəli, bu azaltma dərəcəsindədir. Cavab olacaq C variantı. Meydançada, ça buradan isim düzəldən şəkilçidir. Açıq-aşkar isə adi dərəcədə hesab olunan demək sifətdir. Bunu da çıxıram. Bu arada zərf kimi də işlənə bilir. Çoxaltma dərəcəsində olan sifət hansıdır? Təhər sözü birləşir sifətlərə, rəng bildirən sifətlərə yaradır azaltma dərəcəsini. Bizə isə çoxaltma dərəcəsi dediyi üçün A-nı çıxıram. Tünd çay demək, söz birləşməsində, biz yenə dedim, söz birləşməsidir və burada özündən sonra birincisi isim gəlib tündüm və defslədə yazılmıyor gördüyünüz kimi, ona görə çıxıram. Açıq sarı bu çoxaltma dərəcəsində deyil, azaltma dərəcəsindədir, çıxıram. Sonra çoxmərtəbəli sözü gördüyünüz kimi mürəkkəb sözdür və bu dərəcə əlamətini desək adi dərəcədədir. Dost doğma sözü bəli. Burada demək çoxaltma dərəcəsindədir. Biri düzəltmə sifətdir. İrs sözündən irsi əmələ gəlir. Və elə irsidir də burada cavab. Çünki sivri sözü sadədir, dağınıq sadədir, didərgin, ictimai sadədir. Alır cavab A variantı. Biri mürəkkəb sifət deyil. Tələm-tələsik, eniş yoxuşlu, gəlimli gedimli, ağzı bağlı, gözü qırpır. Gəlimli gedimli dünya, bir ucu ölümlü dünya, Dədə Qorquddan. Enişli yoxuşlu yollar, ağzı bağlı banka, gözü qırpıq adam, tələm-tələsik getdim. Bu isə burada zərf mövqeyindədir. Birində sifət işlənmişdi. O əynində dəri palto geyinmişdi. Dəri palto burada dəri isimdir və keçən il mən yəni videolarımda da dedim ki,
Sifətin isimləşməsi və ismin sifətləşməsi mövzusu dimin proqramından çıxarıla bilməz. Yəni keçən birisi ki 9-un mövzuları içərisindən çıxarılmışdı. Bu il artıq qaytarılıb. Çünki yəni həqiqətən də qaytarılmağında haqlı olaraq qaytarılıb. Çünki yəni ismin sifətləşməsini, sifətin isimləşməsini dərk eləməyən uşaq cümlə təhlilində də yanlışa yol vermiş olur. Ona görə burada dəri sözü sifət yox, isimdir. Ona görə A-nı çıxıram. Maşınımız torpaq yolla hərəkət edir. Torpaq sözü də burada isimdir. Ona görə çıxıram. Pəncərədən küçəyə gür işıq yayılırdı. Gür işıq gördüyünüz kimi gür sözü necə? Sifətdir burada. Bəli, cavab olacaq C variantı. Gümüş kəmər ona yaraşırdı. Gümüş sözü burada bütün material adı bildirənlər demişdik ki, hamısı isimdir, çıxıram. Ana yun şalı çiyninə, yun da material bildirir, yenə də isimdir, çıxıram, amma sifətləşib hər birində. Birində sifət işlənməmişdir. Həyatın çətin anları da olur. Necə anları? Çətin anları olur. Burada bir dəqiqə yanlışa yol vermiş oldum. Deyirsiniz müəllimə, niyə? Çünki həyatın anları burada 3-cü növ təyin sözü birləşməsidir. Çətin də bunun içərisində işləmişdir. Yəni cümlə təhlili kimi altından təyin xəttini çəkməyimiz yanlış olar. Amma çətin sözü burada sifət mövqeyindədir. Çıxıram. Hər təzə binanın pəncərəsindən yolları bəzəyən işıq düzülür. Təzə bina, bəli, burada sifət mövqeyindədir təzə sözü. Həyatda maraqlı hadisələr çox olur. Maraqlı hadisələr, bəli. Düzgünlük əsl insani keyfiyyətlərdəndir. İnsani keyfiyyət, bəli, burada düzgünlük isimdir, amma insani keyfiyyət isə sifətdir burada. Ona görə də sifət işlənməmişdir desə, burada sifət var, yəni D variantında. O dəri çəkmələrini silib parıldadırdı. Bəli, burada dəri nədir? Dəri burada isimdir. Ona görə bizim cavabımız olacaq. O əvəzlikdir, dəri isimdir, çəkmə isimdir, silib parıldadırdı mürəkkəb feildir. Ona görə cavab olacaq Y variantı. Yəni də burada sifət yoxdur. Hər üçü azaltma dərəcəsində olan sifətdir. Azaltma istəyirsə bizə buradan qırmızını çıxmalıyam. Çünki qırmızı adi dərəcədədir. B variantda açıq sarı, nazik, kövrək. Nazik və kövrək sözləri adi dərəcədədir, ona görə çıxıram. Ağılsız sözü adi dərəcədədir, yaxsız sözü də adi dərəcədədir, çıxıram. Sarışın sözü azaltmadır, ağımsov azaltmadır, göyümtul, yenə də azaltmadır. Bunu da azaltma dərəcəsi lazımdırsa elə bunu götürürəm. Yəni cavab olacaq D variantı. Daha qısa dedikdə daha demək qüvvətləndirici ədatından istifadə etmişdi, lap arıq. Yəni burada qüvvətləndiribsə demək çoxaldıb da. Ona görə yenidə çıxıram. Hər üç azaltma dərəcəsində olan sifətdir 9-da. Azaltmanı istəyirsə yenə də göyümtül sözündə ımtıl şəkilçisi, qaraşan sözündə şın şəkilçisi, sarı təhərdə demək sintaktik yolla yaranmışdı. Azaltma dərəcəsində bəli cavab olacaq A variantı. Baxıram ki, burada məsələn uzunsovda məsələn azaltma dərəcəsidir. Tünd yaşıl azaltma dərəcəsi deyil, çıxıram. Kiçik, cavan, körpə bunlar adi dərəcədədir, çıxıram. Şirin təhər, qapqara, sarımtıl. Qapqara gördüyünüz kimi burada çoxaltma dərəcəsindədir, çıxıram. Lap gözəl, daha yaxşı bunlar da çoxaltma dərəcəsindədir, çıxıram. Hansı nümunədə birləşmənin aslı tərəfi sifət deyil? Dünənki hadisə, hansı hadisə? Dünənki hadisə. A variantı bəli. Qoca kişi, bəli, qoca da sifətdir. Məcazi məna, bəli, sifətdir. Sərt xasiyyət sifətdir. Palçıq yol sifət deyil, isimdir. Bu isimdir. Amma burada sifətləşib. 11. Ürək açıq sözü ilə bağlı səhvi müəyyən edim. Adi dərəcədədir, bəli, adi dərəcədədir. Səhvi istəyirsə bizdən düzləri çıxaq. Cümlədə əsasən təyin olur, bəli, cümlədə təyin olur. Mürəkkəb sifətdir necə sualına cavab verir? Bəli, mürəkkəbdir. Ürək və açıq sözləri birləşib buradan. İkinci tərəfi sadə sifətdir. Xeyr, bir tərəfi mənsubiyyət şəkilçisi, digər tərəfi düzəltmə sözün birləşməsindən yaranıb. Yəni, açıq sözünü gəlin təhlil eləyə, açdan açıq əmələ gəlir. Bunun harası sadədir? Ona görə səhv elə D variantındadır. Birinci tərəfi mənsubiyyət şəkilçisi qəbul edib, bayaq dediyim kimi, bəli, doğrudur. Ürəyi sözündəki i, onun ürəyi formasında deyə bilirəm. Ona görə də i orada mənsubiyyətdir. 12. Hansı sifət azaltma dərəcəsindədir? Böyük sadədir, gözümə dəyir, çıxıram buradan. Tünd yaşıl çoxaltma dərəcəsindədir, çıxıram. Gömgöydə çoxaltmadır, tərtəmizdə. Qalır bir dənə açıq sarı, bəli. Sintaktik yolla yaranıb, ala açıq defslə, təhərkən bitişik yazılır. 13. Hansı sifət azaltma dərəcəsindədir? Sarımtıl, bəli, azaltma dərəcəsindədir. Imtıl şəkilçisi ilə düzəlmişdir. Qalanlarına baxmağa ehtiyac yoxdur. Dümdüzdür, tünd qaradır, qupqurudur. Bunlar çoxaltmadır. Kiçik isə adi dərəcədədir. Baxaq 14-də. Feildən olan sifəti müəyyən edin. Səpdən səpki, yağdan yağış, tapşırdan tapşırıq. Böyükdən böyük, qurdan da qurğu əmələ gəlir. Baxaq, feildən düzələn sifət deyirsə, qurğu isimdir, çıxıram, səpki isimdir, çıxıram, yağış isimdir, çıxıram, tapşırıq isimdir, çıxıram. Nə olsun ki, düzəltmədir. Amma böyük sözü həm düzəltmədir, həm də sifətdir. Onu götürürəm. Baxaq 15-ci suala. Feildən düzələn sifəti müəyyən edin.
Sür feilindən yaranıb sürgün. Sürgün amma isimdir. Yanğın isimdir. Yan feilindən yaransa da. Basqın da isimdir. Yaradan yaraq əmələ gəlir. Yaraq da isimdir. Sürüşkən sözü sürüş feilindən əmələ gəlir. Kən şəkilçisi ilə. Cavab olur B variantı. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Baxaq. Dağlıqda dağdır sözün kökü. Qarışıqda qarışdı. Cəfakeşdə cəfadır. Uçuqda uçdu. Dünənki. Bəli, cavab Y variantıdır. Dünən sözündən dünənki sifəti yaranır. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Yəni burada sürətli sözü sürət nə isimdən yaranıb, əzik feildən yaranıb, yorğun feildən yaranıb, zarafat ismindən yaranıb, əvvəlki, bəli, əvvəl demək zərfindən əvvəlki sifəti yaranıb. Cavab C. Adi dərəcədə olan sifəti müəyyən edin. N adi dərəcədədir. Elə qıraqda qaldığına görə gözüm birbaşa ona sataşır. Cavab C variantıdır. Sarımtıl adi dərəcədədir. Xırdaca çoxaltma dərəcəsində. Dəlisov azaltma dərəcəsi. Tünd yaşıl çoxaltma dərəcəsi. Azaltma dərəcəsində olan sifəti müəyyən edin. Dümdüz çoxaltmadır. Ağappaq çoxaltmadır. Gömgöy çoxaltmadır. Balaca çoxaltmadır. Dəlisov sov şəkilçisi ilə azaltma dərəcəsini yaradıb. Adi dərəcədə olan sifəti müəyyən edin. Sapsarı çoxaltma, dümağ çoxaltma, yamyaşıl çoxaltma, gözəl adi, açıq qırmızı isə azaltmadır. İki düzəltmə sifətin köməyi ilə əmələ gələn mürəkkəb sifəti müəyyən edin. İsti sözü qanlı sözü ilə birləşib, amma qanlı sözü düzəltmə olsa da isti sözü sadədir, çıxıram. İrli xırdalı, burada cavab elə B variantı olacaq. İrli xırdalı, bəli. İri sözü sözün köküdür. Li burada şəkilçi. Xırda sözü sözün köküdür. L şəkilçidir burada. 2 mərtəbəli sözündə mərtəbəli düzəltmədə 2 sadədir, çıxıram. Hazır cavabda ikisi də sadədir, çıxıram. Sözü bütövdə bu Ü şəkilçisi burada, yəni düzəltmə hesab olunmur. Düzəltmə söz kimi hesab olunmur. Yəni ona görə D-ni də çıxıram. Demək, cavab olur B variantı. 22. İki düzəltmə sifətdən yaranan mürəkkəb sifəti müəyyən edin. Sınıq qəlbli sözüdür burada elə. Sın sözündən sınıq yaranır, qəlb sözündən qəlbli yaranır. Cavab olur A variantı. Üçtelli sözündə 3 sadədir, telli düzəltmədir. Çıxıram. Şirin-şirində sadədir. Stol üstü sözündə Ü şəkilçisi mənsub şəkilçisinin köməyi ilə düzəlib. İstiqanlı sözündə də isti sadədir, qanlı düzəltmədir. Cavab demək oldu A variantı. Sadə, say və düzəltmə sifətin köməyi ilə əmələ gələn mürəkkəb sifəti müəyyən edim. Say sadə olsun, sifət düzəltmə olsun. Qanı-qara sözündə demək I şəkilçisi mənsubiyyətdir, qara sadədir. Düzəltmə sifət istəyir bizdən, çıxıram. Dörd bucaq sözündə bucaq isimdir, isim. 4 saydır. Bizə də sayla isim demir, sayla sifət deyir, çıxıram. Uca boylu sözündə uca sadədir. Boylu demək düzəltmədir, amma burada say yoxdur, çıxıram. Şirindil sözündə də say yoxdur, çıxıram. Üç rəngli sözündə bəli 3 sadədir. Rəngli sözü isə düzəltmədir. Ona görə cavab olur C variantı. Sadə say və düzəltmə sifətin köməyi ilə əmələ gələn mürəkkəb sifəti müəyyən edin. Yenə də eyni qayda ilə istəyir bizdən. Dördkünc sözündə 4 sadədir. Künc sözü sadədir, bu da sadədir. 3 bucaqlı sözündə elə cavab budur. 3 sadədir, bucaqlı düzəltmədir. Ona görə bizə də istədiyi buydu. Cavab olur D variantı. Açıq ürəkli sözündə hər ikisi düzəltmədir və say yoxdur, çıxıram. Alın açıq sözündə I burada mənsubiyyətdir. Açdan da açıq əmələ gəlir. Yəni bu sadədir bir tərəfi. Bir tərəfi düzəltmədir. Amma burada say yoxdur, çıxıram. Dəliqanlı sözündə də dəli sadədir, qanlı düzəltmədir. Və burada say yoxdur, çıxıram. Keçirəm 25-ə. Cümlələrin birində sifət məcazi mənada işlənib. Ağ çiçək dostluq əlamətidir. Burada ağ çiçək həqiqi mənadadır. Həqiqətən də ağ çiçək ola bilər. Tərləyəndə soyuq su içmək ziyandır. Soyuq su həqiqətən də ziyandır tərləyəndə. Yəni həqiqi mənadadır. Su soyuq ola bilər. Qara qoç Məlik Məmmədi oradan uzaqlaşdırdı. Qara qoç bəli həqiqi mənadadır. Rəngi qara ola bilər. Ətrafda gözəl bir mənzərə yaranmışdı. Gözəl mənzərə ola bilər həqiqətən də, çıxıram. Dərin fikirlərə qərq olmuş yazıq, dincəlmək istəyir burada azacıq. Dərin fikir, bəli, burada məcazi mənadadır. Cavab olur Y variantı. 26. Birləşmələrin birində sifət məcazi mənada işlənib. Dolu vedrə ola bilər həqiqətən də dolu vedrə. Dərin quyu, quyu da dərin ola bilər. Şirin çörək, çörək şirin ola bilər. İti bıçaq, bıçaq iti olur. Amma soyuq münasibət, soyuq su ola bilər. Amma soyuq münasibətin olmağı artıq məcazidir. Cavab 26-da Y. 27. Birləşmələrin birində sifət məcazi mənada işlənib. Ağır zəmbil, zəmbil ağır ola bilər.
Şirin nar, nar da şirin ola bilər. Sərin su, su sərin ola bilər. Dolu çanta, bu da ola bilər, amma şirin söhbət ola bilmir. Məcazi məndadır. Hansı cümlədə sifət ismin xüsusiyyətini daşıyır? Yəni isimləşir. Doğru söz acı olar. Necə söz? Doğru söz. Burada elə sifət təyin funksiyasını yerinə yetirir. Ona görə çıxıram. Ağıllı oyunçu uduzmaz. Hansı oyunçu? Ağıllı oyunçu. Bu da təyin mövqeyindədir və sifət elə öz xüsusiyyətini daşıyır. Atam nikbin adamdır. Necə adamdır? Nikbin adamdır. Burada da sifət öz funksiyasını daşıyır. Körpə bizə baxıb gülümsəyirdi. Kim? Körpə. Yəni burada kim sualına cavab verdi? İsmi sualına cavab verdi və ismin xüsusiyyətini daşıdı. Amma morfoloji olaraq yenə də sifətdir. Cavab olur D variantı. Ehtiyatlı insan ac qalmaz. Necə insan? Ehtiyatlı insan. Yeni də çıxıram. Çünki sifət ismin xüsusiyyətini daşıyanda kim sualına cavab verməlidir? Nə sualına cavab verməlidir? Antonim sifətlər cərgəsini müəyyən edim. Baxaq. Gəl 5-dən başlayaq. Yaşıl qara. Yaşılla qaranın nə əlaqəsi var? Antonim ola bilməz. 5-ləri çıxırıq. 5-ləri çıxırıqsa gəlin C-ni və yeni çıxaq. Qoca, cavan. Bəli, bunlar ola bilər. İsti, soyuq. Bu da ola bilər. Yaşlı, qoca. Yaşlı ilə qoca elə eyni mənaya gəlir. Ona görə 3-ü də çıxıram. Möhkəm, bərk, güzgü, ayna. Bizə sifət dediyi üçün güzgü ilə aynanı mən necə götürürüm? Axı güzgü ilə ayna nədir? İsimdir. Ona görə buradan bunu çıxıram. 2-ni də çıxıram. 2-ni də çıxanda B-ni də çıxıram. Cavab qalır 1-4. Amma yenə baxaq. Acgöz, gözü tox. Bəli. Antonimdir. Xəstə, sağlam da antonimdir. Bəli. 1 ilə 4 cavab olur A variantı. 30. Çoxaltma dərəcəli sifətlərin sırasını müəyyən edim. Baxıram buradakı sapsarı çoxaltmadır. Bozumtul, ımtıl şəkilsindən düzəlib və azaltma dərəcəsindədir. Yaşıl adi dərəcədədir. Burada bir dənə çoxaltma dərəcəsi var. O da sapsarı sözüdür. Çıxıram. Gömgöy çoxaltmadır. Qapqara çoxaltmadır. Açıq sarı nədir? Azaltmadır. Çıxıram. Ağappaq çoxaltmadır. Tərtəmiz çoxaltmadır. Yaxşıca çoxaltmadır. Demək çoxaltma istəyirsə cavab C variantıdır. Uzunsov azaltmadır. Ağımtıraq azaltmadır. Qırmızımtıl azaltmadır. Çıxıram. Dümağ çoxaltmadır. Yamyaşıl çoxaltmadır. Ağımtıl azaltmadır. Çıxıram. 31. Mürəkkəb sifətlərdən biri mənsubiyyət şəkilsinin köməyi ilə düzəlmişdir. Uzun saçlıda görürsünüz ki, heç bir mənsubiyyət şəkilsi yoxdur. Hazır cavabda da eləcə yoxdur. Təkhecalıda yoxdur. Bölük-bölük yoxdur. Şəhərlər arası, şəhərlərin arası deyə bilirəm. Bəli, cavab C variantıdır. Yəni, burada bu şəkilci mənsubiyyət şəkilçisidir. Biri sifətin səciyyəvi xüsusiyyəti deyil. Əşyanın əlamətini bildirmək, bəli, səciyyəvi xüsusiyyətidir. Müqayisə dərəcələrinə malik olmaq təkcə sifətdədir. Bu da buna uyğun xüsusiyyətdir. Cümlədə təyin və xəbər vəzifəsində işlənmək, bu da doğrudur. Necə, nə cür, hansı sualından birinə cavab vermək, bu da doğrudur. Hallanmaq isə hansı nitq hissəsinə? İsimə aiddir. Ona görə sifət hallana bilər, amma ismin xüsusiyyətini daşıyaraq cümlədə ismə aid cümlə üzvlərini qəbul etməklə. Cavab Y variantı. Yəni ismə aid xüsusiyyətdir. Quruluşca sadə sifətlərdən ibarət cərgəni müəyyən edim. Baxıram ki, sadə sifət ürkək sözü ürk feilindən yaranır. Parlaq sözü parla feilindən yaranır. Çürük də eləcə çürü feilindən yaranır. Quruluşca sadə istədiyinə görə bunlar düzəltmədir. Üzr istəyirəm. Qıvraq sözü, seyrək sözü, kövrək sözü. Bəli, bunlar hamısı sadə sifətlər də cavab olur B variantı. İncikdə incidən yaranır. Dolaşıqda dolaşıqdan yaranır. Qarışıqda qarış feilindən yaranır. Çıxıram. Titrəkdə titrə feilindən yaranır. Soyuqda soyu feilindən, soldan solğun yaranır. Hamısı göründüyü kimi nədir? Düzəltmədə çıxıram. Əzdən əzik əmələ gəlir. Uçdan uçuq əmələ gəlir. Buladan bulaş, bulaşıq əmələ gəlir. Düzəltmədə çıxıram. 34. Qorxaq sifət hansı cümlədə ismin xüsusiyyətini daşıyır? İgid bir dəfə, qorxaq isə 1000 dəfə ölər. Kim bir dəfə ölər? İgid. Kim 1000 dəfə ölər? Qorxaq. Kim sualına cavab verdi mi? Bəli, verdi və nə oldu? İsmin xüsusiyyətini daşıdı. Cavab A variantıdır. Bəlkə bundan da qorxaq. Buradakı qorxaq sifət deyil, feil mövqeyindədir. Ona görə bunu da götürmürəm. Qorxaq dost adamı darda qoyar. Qorxaq dost adamı hansı dost? Qorxaq dost isimlə əlaqəlidir və burada sifət mövqeyindədir. Cəmil uşaqlıqdan qorxaqdır. Necədir? Qorxaqdır. Burada yenə də sifət mövqeyindədir. Səngəri qoyub qaçanlar qorxaq düşmənlər idi. Necə düşmənlər? Qorxaq düşmənlər idi. Bu da sifət ismin xüsusiyyətini daşımayıb. 35. Düzəltmə sifətlərdən birinin kökü zərfdir. Baxaq. Zarafat sözündən zarafatçıl, əzdən əzik, yordan yorğun, bayaqdan bayaqçı, küləkdən küləkli. Gördüyünüz kimi zərf olan bayaq sözüdür. Cavab olur Y variantı. Hansı cərgədəki sifətlər quruluşca sadədir? Kəsdən elə gördüyüm kimi kəsik əmələ gəlir. Dairədən dairəvi əmələ gəlir. Ona görə A-nı çıxıram.
Böyüdən böyük əmələ gəlir, tibdən tibbi əmələ gəlir. Ona görə bunu da çıxıram. Soyudan soyuq əmələ, elmdən elm əmələ gəlir. Sıradan sıravi əmələ gəlir, çıxıram. Sından sınıq əmələ gəlir, xaricdən xarici, badamdan badamı əmələ gəlir. Yumşaq sadədir, bədii sadədir, mədəninin kökü nə mədədir, nə də mədəndir. Ona görə cavab olur Y variantı. Nümunələrin biri isimdən düzələn sifət deyil. Yan sözündən yandır, yandırıcı, insan sözündən insani, ot sözündən otsuz, şərt sözündən şərti, qəhvə sözündən qəhvəyə əmələ gəlir. Bizə də hamısını kök və şəkilçi ayırandan sonra isimdən düzələn sifət deyil deyirsə, baxıram. Otsuz isimdən əmələ gəlib, insani isimdən əmələ gəlib, şərti isimdən əmələ gəlib, qəhvə isimindən, yandır sözündən yandırıcı bu feildən əmələ gəlib, ona görə də cavab olacaq A variantı. Düzəltmə sifətləri müəyyən edin. Zəhmətkeşlik sözünə baxıram. Bu nədir? Demək, zəhmətkeşlik sözü düzəltmədir. Evdarlıq da demək, düzəltmədir. Ona görə elə cavab olacaq A variantı. Oxuyan sadədir. Həm də sifət deyil, feili sifətdir. Deyən də eləcə. Aha. Deyən də eləcə. Oxumalı yenə də feili sifətdir. Aldığı feili sifətdir. Çıxıram. İnqilabi, meşəlik. İnqilabi sözü ola bilər, meşəlik sözü isimdir. Ona görə olmaz. Çıxıram. Ütülü ola bilər, otsuz ola bilər. Ütü sözündən ütülü, ot sözündən otsuz əmələ gəlir. Cavab D variantı. 39. Cərgələrin birində yalnız isimdən düzələn sifətlər işlənmişdir. Yalnız isimdən düzələn sifətlər. Balaca sözü bala sözündən düzəlməyib, sadə sözdür. Ona görə çıxıram. Normal sözü norma sözündən əmələ gəlmişdir. Öldürücü sözü öldür sözündən əmələ gəlmişdi. Yəni isimdən yox, feildən əmələ gəlib bu. Çıxıram. Bu da isimdən əmələ gəlib. İşıqlı sözü isimdən əmələ gəlib. İşıq isimindən, söz sözündən sözsüz əmələ gəlib. Qorx sözündən qorxunc əmələ gəlib. Gördüyünüz kimi feildən əmələ gəldiyinə görə çıxıram. Sonra ənənəvi sözündə ənənə sözündən əmələ gəlib. Ənənəvi, qayğı sözündən qayğılı, gümüş sözündən gümüşü. Hamısı isimdən əmələ gəldiyinə görə cavab olacaq C variantı. Dünənki sözü dünən zərfindən, qabaqcıl sözü qabaqdan, kəsdən, kəskin feildən əmələ gəlmişdir. Çıxıram. Ağlağan sözündə ağla sözündən, feilindən əmələ gəldiyinə görə, bur-buruqdan, düzdə düzgündən əmələ gəldiyinə görə çıxıram. İsimdən düzələn sifətlər cərgəsini müəyyən edin. Sifətlərin cərgəsini istəyir. İsimdən düzələn sifətlər. Evdar. Baxaq. Evdən evdar əmələ gəlir, qırdan qırıcı, uçdan uçuq əmələ gəlir. İsimdən düzələn sifət dediyinə görə görürsünüz ki, uç feilindən, qır feilindən düzəlib bunlar. A-nı çıxıram. Soldan solğun əmələ gəlir, əzdən əzik, sudan da sulu əmələ gəlir. Bir dənə tək şərti ödəyən budur, sulu sözüdür, ona görə çıxıram. Digərləri ödəmir, feildən əmələ gəlir. Duzdan duzlu, zarafatdan zarafatçıl, simdən də simsiz. Bəli, bizim şərtimizi ödəyən elə C variantıdır. Hamısının kökü isimdir. Təmiz sadədir, çıxıram. Çalışdan çalışqan əmələ gəlir. Maraqdan da maraqlı əmələ gəlir. Maraq bir dənə tək bu şərti ödəyir. Maraqlı sözü. Qabaqcıldan qabaqdan qabaqcıl, ötdən ötgün, söndən sönük. Gördüyünüz kimi feildən əmələ gəldiyinə görə çıxıram. 41. İsimlə sifətin köməyi ilə düzələn mürəkkəb sifətlər cərgəsini göstərim. İsimlə sifət birləşsin, mürəkkəb sifət əmələ gətirsin. Dili şirin, dil və şirin sözləri birləşib, qəlbi təmiz. Bəli, elə cavab olacaq A variantı. Yaşıl qırmızı görürsünüz ki, hər iki tərəfi nədir? Sifətdir, çıxıram. Tünd mavi, tünd hissəciyi ilə düzəlmişdi. Yəni isim deyil tünd sözü, mavi sözü isimdir. Çox mərtəbəli çox sayı ilə mərtəbə isminin mərtəbəli demək sifətinin birləşməsindən, qaraqaş da qara sifəti ilə qaş isminin şirin sözü ilə demək dilli sözünün birləşməsindən yaranmışdı. Deyə. Aha, isimlə sifətin köməyi ilə düzələn mürəkkəb sifətlərdir. Dili şirin, qəlbi təmiz. Qaraqaş, şirin dilli. Axı burada da isimlə sifətin köməyi ilə düzələn mürəkkəb sifətlər cərgəsini göstərim. Dili şirin, dil sözü ilə şirin sözü, qəlb sözü ilə təmiz sözü birləşib. Hətta burada sifətlə isim birləşib. Burada da sifətlə isim. İsimlə sifət yox. Ona görə yeni də çıxıram. Sualda ilişdik qaldıq. 42. Afaq məsuliyyətli və çalışqan idi cümləsində sifətlər hansı cümlə üzvü kimi işlənmişdi? Baxaq, çalışqan idi. Xəbər, məsuliyyətli idi. Buradan idi düşdüyünə görə mən bunu deyə bilmərəm ki, bu təyin mövqeyindədir. İdi buradan düşdüyünə görə bu yenə də xəbər olacaq.
Kim afaq? Burada nə var? Hansı sifətlər? Sifətlər xəbər mövqeyindədir. Bəli, cavab C variantı. Nəriman ürəyi açıq və səmimidir. Ürəyi açıqdır, səmimidir. Burada da xəbər mövqeyində işlənmişdir. Cavab olacaq Y variantı. İsmi xəbər mövqeyindədir. Baxaq 44-də. Sifətlərdən biri düzəltmə deyil. Bildir ki, düzəltmədir. Bildir sözündən yaranıb. Əxlaqi də əxlaq sözündən, tərbiyə sözündən tərbiyəvi, qabaq sözündən qabaqcıl, qiyabi sadədir. Bəli, qiyab sözündən yaranmır. Cavab D variantı. Sifətlərdən biri düzəltmə deyil. An sözündən aynı yaranır. Çəhra sözündən yaranmır. Yəni cavab B variantıdır. Şərt sözündən şərti, xaric sözündən xarici, kütlə sözündən kütləvi yaranır. 46. Sözlərdən birinin kökü sifətdir. Baxaq. Quru sözündən qurut yaranmaz. Çünki ıt şəkilçisi qurumaq feilindən yaranır. Bəli, quru feilindən qurut yaranar. Qurumaq feilindən qurutmaq feili yaranar. Quruluq sözündən, quru sözündən quruluq yaranır. Bəli, budur da elə. Cavab B variantıdır. Qurucu sözündən qurdan qurucu yaranır. Qurdan qurum yaranır. Qurdan qurğu yaranır. Gördüyünüz kimi qurğudur, qurumdur. Bunlar ümumiyyətlə isimdir. Qurutmaq feildir. Sözlərdən birinin kökü sifətdir deyir də. Yəni bunların kökləri də gördüyünüz kimi feildir. Quruluq isə quruluq isminin, daha doğrusu kökü sifətdir. Quru sifəti. Sözlərdən birinin kökü sifətdir. Düzdürmək dırdır şəkilçisi heç vaxt adlara qoşulmur. Çıxıram. Düzüm sözündə şəkilçisi yenə də ölüm sözündə olduğu kimi feillərə qoşulur. Düzgün sözündə qınçın, qunçun, ölgün sözündə olduğu kimi feillərə qoşulur. Düzəlmək sözündə düz, bəli, əl şəkilçisi feillərə, adlara qoşulur. Bu da sifətdir, bəli. Düz sifətinə qoşulmuşdur. Cavab Y variantıdır. Düzüldən də ıl şəkilçisi heç vaxt adlara qoşulmur. C-də çıxıram. Sifətlərdən birinin yazılışına səhvə yol verilmişdir. Bax, burada kəmşirin bitişik yazılmaydı. Elə bitişik də yazılıb. Alayarımçıq defislə yazılır. Açıq sarıda defislə yazılır. Tünd qırmızı da defislə yazılır. Amma qara təhər bitişik yazılmalıydı. Burada yazığı ayırıblar. Ona görə cavab olacaq D variantı. 49. Sifətlərdən birinin yazılışı səhvdir. Baxıram ki, yaşıl təhər yerdə. Təhəri niyə ayırmısınız ki? Niyə xətrinə dəyirsiniz təhərin? Ona görə cavab olacaq A variantı. Alaseyrək defislə yazılır. Əkiz gördüyünüz kimi sadədir. Açıq qara düzgün yazılıb. Əşyəvi də düzgün yazılıb. 50. Hansı cümlədə iki düzəltmə sifət işlənmişdir? Elmi mübahisələrdə dəqiq olmaq lazımdır. Burada sifətdən söhbət gedirsə, bir dənə elmi sözüdür burada sifət. Ona görə çıxıram. Mənə neçə dənə lazımdır? 2 dənə lazımdır. Eyvandakı qız yanıqlı səslə oxuyurdu. Eyvandakı qız. Eyvan sözündən eyvandakı, yan sözündən yanıq, yanıqdan da yanıqlı əmələ gəlir. Bəli, cavab olacaq B variantı. Yamanlığa yaxşılıq nər kişinin işidir. Yəni igid kişinin işidir. Yamanlıq da, yaxşılıq da burada isimdir. Sizi çaşdırmasın. Böyüklər kiçiklərə qayğı göstərməlidir. Böyüklər kiçiklərə, böyük sözü bəli, burada düzəltmədir, düzəltmə olduğuna. Bir düzəltməmiz var, amma kiçik sözü sadədir. Ona görə bunu da çıxıram. Gənclik fədakarlıq göstərməyə qadirdir. Burada gördüyünüz kimi sifət yoxdur. Gənclik sözü fədakarlıq sözü nədir? İsimdir, ona görə çıxıram. 51. Hansı cümlədə iki düzəltmə sifət işlənmişdir? Eyvandakı rəng-bərəng güllər göz oxşayırdı. Eyvandakı düzəltmədir. Bir düzəltməmiz var, amma rəng-bərəng mürəkkəbdə çıxıram. Evlərindəki qədimi əşyalar, bəli, evlərindəki sözü 1, qədimi sözü 2. Ona görə cavab olacaq B variantı. Dağüstü parkda çoxlu adam var idi. Burada çoxlu saydı, ona görə çıxıram. Uca boylu oğlan cəsarətlə çıxış etdi. Uca boylu sözü mürəkkəbdir birincisi, ona görə çıxıram. Cəsarətlə sözü də burada zərfdir. Ona görə çıxıram. Bugün gənclər həmişəkindən daha qayğılı görünürdülər. Gənc sözü burada sadədir. Sadə, sifət olmağına baxmayaraq. Həmişəki burada düzəltmədir. Düzəltmədir. Qayğılı düzəltmədir. Həmişəkindən daha qayğılı görünürdülər. İki düzəltmə sifət istəyir bizdə. Qayğılı görünürlər. Axı qayğılı, ay uşaqlar demirsiniz ki, ay müəllimə, qayğılı nəyin qabağındadır? Bu tərəfə keçib heç görmürəm. Elə bilirəm ki, elə qayğılı da bitir. Qayğılı görünürdülər. Qayğılı sözü burada sifət mövqeyində deyil. Zərf mövqeyindədir. Çünki feilin qabağındadır. Hansı ədatlar sifətin çoxaltma dərəcəsinin yaranmasında iştirak edir? Artıq deyəsən yoruluram. Demək, ədatlar ən, lap, daha. Cavab B variantıdır. B. Qüvvətləndirici ədatlar. 53. Hansı cümlədəki sifət çoxaltma dərəcəsindədir? Çox mərtəbəli hündür binaların damları qarla örtülmüşdür.
Yəni çox mərtəbəli burada nədir? Sadədir. Sadə deyirəm, mürəkkəbdir, həm də adi dərəcədədir. Hündür sözü də adi dərəcədədir. Xəfif duman sezilirdi. Xəfif sözü burada adi dərəcədə çıxıram. Göyün üzü tərtəmiz buludsuz idi. Tərtəmiz sözü bəli. Çoxaltma dərəcəsi buludsuz isə adi dərəcədədir. Sizi çaşdırmasın. Ona görə cavab C-dir. Dəli soyuq burada azaltma dərəcəsindədir. O əyndə açıq sarı rəngli, bu da azaltma dərəcəsindədir. Hansı cümlədir ki, sifət çoxaltma dərəcəsindədir? Günəşli gündüzlər sizə yar olsun. Görürsünüz ki, burada çoxaltma dərəcəsi yoxdur. Çıxıram. Bu il yaz tez gəldiyində ağaclar yam-yaşıl yarpaqlarla, yam-yaşıl sözü burada var, 2-ni götürürəm. Günəşin sarımtıl şəfəqləri yumşaq yer üzünə tökülürdü. Sarımtıl azaltma dərəcəsindədir. Çıxıram. Sabah ömründə ən əziz bir gün olmalı idi. Ən əziz sözü, bəli, əzizi daha da qabardıb abardı. Ona görə 4-də götürürəm. Talış dağlarını örtən qalın meşələri yaşıl yarpaqlar örtmüşdü. Yaşıl sözü adi dərəcədədir. Çıxıram. Cavab olur 2-4 D variantı. Sonra 55. Azaltma dərəcəsində olan sifət işlənmiş cümləni müəyyən edin. Burada ağappaq gözümə sataşır və təmiz sözü. Ağappaq çoxaltmadır. Çoxaltma. Bu isə adi dərəcədədir. Çıxıram. Arabir havaya atılan fişənglər sarımtıl işıq. Burada sarımtıl sözüdür. Təkcə azaltma dərəcəsində sifət deyirsə, elə cavab B variantıdır. Sonra gölün sahilində bir bağça var idi. Burada heç sifət yoxdur. Meydança zəif işıqlandırılmışdı. Meydança isimdir. Dumduru suyu, dumduru sözü nədir? Xırdaca sözü də çoxaltma dərəcəsindədir. Bizə də azaltma lazım idi. O da B variantında ımtıl şəkilçisi ilə gördük. 56. Hansı cümlədə sifət azaltma dərəcəsindədir? Otaq o qədər də təmiz deyildi. Təmiz sözü burada adi dərəcədədir. Qarşıda yaşıl geymiş uca dağlar, yaşıl adi dərəcədədir. Çıxıram. Hənifə açıq qırmızı paltarını, bəli, bu azaltma dərəcəsində, bizə də azaltma lazım olduğuna görə cavab C variantıdır. O qısaca bir nitq söylədi. Qısa nitqi daha da çoxaldır, qabardır. Cavab burada nədir? Çoxaltma dərəcəsidir. Onun dümağ paltarı, bu da çoxaltma dərəcəsindədir. 57. Sözlərdən biri düzəltmə sifət deyil. Riyazi sözünün kökü riyaz deyil. Çıxıram. Tibbi sözünün kökü, bəli, tibdir. Gümüşü sözünün kökü gümüşdür. Deyil deyirsə, elə riyazidir də. Mən niyə onu çıxdım ki? Demirsiniz ki, ay müəllimə, A-nı işarəliyim. Elmi sözünün kökü elimdir. Badamı sözünün kökü badamdır. Yəni, sadə olan bir dənə təkcə riyazidir. Sadədir. Səhv yazılmış sifəti müəyyən edim. Bir dəqiqə, Solğun sözü düzgün yazılıb. Süzgün sözü düzgün yazılıb. Kəskin sözü düzgün yazılıb. Əzgin sözü düzgün yazılıb. Küskün yazılmalıydı. Küsgün yox. Kəskin. Baxaq 58-ə. Səhv yazılmış sifəti müəyyən edim. Əzgindir ki, demək, feilindən əzgin, kəsdən kəskin, süzdən süzgün. Səhv yazılmağını istəyir bizdən. Baxaq 58-ə. Səhv yazılmış sifəti müəyyən edim. Küskün yox, küskün olmalıydı. Süzgün düzdür, kəskin düzdür, əzgin düzdür, solğun düzdür. Cavab A variantıdır. Hansı sifətin yazılışına səhvə yol verilib? Yaşılımtıl olar, gödərək olur, göyümtül olur, yaxşıraq olur. Açıq sarı defisində yazılmalıdır. Cavab B variantı. Hansı cümlələrdə sifətin müxtəlif dərəcələrinə aid nümunələr var? Müqavimət göstərdikcə yeni və daha ağır zərbələrə məruz qalırdı. Burada görürsünüz ki, yeni, daha ağır. Yəni, burada yeni adi dərəcədədir. Daha ağır çoxaltma dərəcəsi. Mən azaltma dərəcəsi görmədim burada. Ona görə biri çıxıram. Bu faciəyə köhnə dünyanın qara qüvvələri də səbəb olmuşdu. Qara sözü adi dərəcədədir. Köhnə adi dərəcədədir. Ona görə 2-ni də çıxıram. Hamı onu çalışqan, çox bacarıqlı bir adam olduğunu deyirdi. Çalışqan adi dərəcədədir. Çox bacarıqlı, çoxaltma dərəcəsindədir. Burada azaltma yoxdur. Öz-özünə vurulan açıq şabalıdı, saçları geniş alnına yayılmışdı. Açıq şabalıdı burada demək, azaltmadır. Geniş alnına yayılmışdı. Çoxaltma dərəcəsindədir. Nəyi gözümdən qaçırdım? Həm ağıllı, həm istedad, həm də xoş xasiyyət idi. Ağıllı, xoş xasiyyət. Xoş xasiyyət adi dərəcədədir. İstedadlı da adi dərəcədədir. Ağıllı da adi dərəcədədir. 5-i də çıxıram. 5-ləri çıxdıq.
Nəyi gözümdən qaçırdım? Müxtəlif dərəcələrinə. Hə, hamısına aid demir. Müxtəlif dərəcələrinə aid deyil. Mən də hamısını çıxa-çıxa getmişəm. Allah köməyim olsun. Baxaq. Demək, adi bunu götürürəm. Adi və çoxaltma dərəcəsi 3-ü də götürürəm. 4-ü də götürürəm. Cavab olur 1, 3, 4, B variantı. Mən elə başa düşürəm, deyir ki, sifətin müxtəlif dərəcələrinə aid, 3-ünə də aid olsun, yəni. Ona görə çıxa-çıxa gedirəm. 61. Cümlələrdən birində sadə və mürəkkəb sifət var. Qarışıq mallar mağazanın içərisinə dolduruldu. Qarış sözündən qarışıq var burada, düzəltməsi var, amma burada mürəkkəbi yoxdur. Çıxıram. Duzlu xörəyi heç kəs yemədi. Duzlu söz sadədir. Burada mürəkkəb bir dənə söz var, heç kəs sözü. O da yəni qeyri-müəyyən miqdar sayı. Qeyri-müəyyən əvəzlikdir. Çıxıram. Stolüstü lampa yanırdı. Stolüstü burada hə işlənib mürəkkəb, amma düzəltməsi yoxdur. Ağsaçlı qadın yumşaq kresloda oturdu. Ağsaçlı sözü mürəkkəbdir, yumşaq sadədir. Bəli, ona görə cavab olacaq B variantı. Sonanın təzə güllü donu sadə və düzəltmə işlənmişdir, mürəkkəb yox. Cümlələrin birində düzəltmə və mürəkkəb sifət var. Qayğıkeş burada düzəltmədir, şirin-şirin mürəkkəbdir. Cavab olur A variantı, amma digərlərinə baxaq. Üzügülər mürəkkəbdir, mehriban sadədir, bizə sadə demirdi. Məktəblər arası mürəkkəbdir, çıxıram. Qupquru budaqlar doğranır, balaca sadədir. Qupquru da demək mupırısı ilə düzəlmişdi və burada bizim şərti ödəyən bir şey yoxdur. Qızıl gülün xoş ətri geniş otağa dolurdu. Burada xoş ətri sözüdür, geniş otaq sözüdür, hamısı da sadədir. Çıxıram. Keçək, demək, görək nə qədər testimiz qalıb. Aha, demək 79 dənədir. Aha, 63-dəyik. Yavaş-yavaş baxaq. Hansı cümlədə adi, azaltma, çoxaltma dərəcəli sifətlər var? Səhər alçalar, şipşirin, sarıtəhər alçalar, şipşirin armudlar süfrəyə verildi. Sarıtəhər burada azaltma dərəcəsidir, şipşirin çoxaltma dərəcəsidir. Adi dərəcədə heç bir sifət yoxdur, çıxıram. B-də, açıq təhər rənglər əsəbləri sakitləşdirir. Açıq təhər, yəni burada görürsünüz ki, ümumiyyətlə adi dərəcədə yoxdur, çoxaltma dərəcəsi yoxdur, çıxıram. Adamın gözləri, uzun kirpikləri üzünə xüsusi bir yaraşıq verirdi. Badamı, uzun, xüsusi yaraşıq. Bunların hər biri adi dərəcədədir. Sarı adi dərəcədə, göyümtul azaltma dərəcəsində və tünd qırmızı meyvələri ayrı-ayrı yığmışdılar cümləsində. Tünd qırmızı da çoxaltma dərəcəsində. Çoxaltma, azaltma və adi dərəcə. Ona görə cavab olacaq D variantı. Enli, geniş yol getdikcə uzanırdı, adi dərəcədədir. Ona görə çıxırıq. 64. Hansı nümunələrdə həm düzəltmə sifət, həm də sifətdən düzələn söz işlənmişdir? Aha, qəşəng sualdır. Deyir ki, həm düzəltmə sifət işlənsin, həm də sifətdən düzələn söz olsun. Yağışlı günlərdə yolda tez-tez sürüşmə baş verir, gediş-gəliş daha da çətinləşirdi. Baxın, burada düzəltmə sifəti istəyir. Yağışlı sözü, yağdan yağış, yağışdan da yağışlı yaranır. Ona görə burada sifəti, düzəltmə sifət var. Baxaq görək ki, sifətdən düzələn söz varmı? Bəli, çətinləşir sözündə çətin sözün kökü, ləş, ir, zaman, d, idinin qısaldılmış versiyası. Demək, biri götürürəm. İşçilər böyük həvəslə işə girişmişdilər. Böyük sözü böyüyü sözündən böyük yaranır. Düzəltmə sifət var, amma sifətdən düzələn söz yoxdur burada. İkini çıxıram. İkini çıxıramsa A-nı, Y-ni çıxıram. Doğma yurdumuza sevgi verək ki, gözəlliyindən bizə pay versin. Doğma sözünün kökü doğdan doğma yaranır. Və sifətdir, düzəltmə sifət. Sevgi sözü isimdir və sevdən yarandığına görə götürmürəm. Gözəl sözü gözəldən, gözəllik-dən formasında. Bəli, gözəl sifətindən gözəllik ismi yaranıb, ona görə 3-ü də götürürəm. Coşqun sellərin dağlardan gətirdiyi iri daşlar çaylara səpələnmişdi. Coşqun sözünə coşdan coşqun yaranır. İri sözü isə burada sadə sözdür və düzəltmə sifət var burada, amma sifətdən düzələn söz yoxdur. Ona görə 4-də çıxıram. 4-də çıxıramsa, mən C-ni də çıxıram. Ümumiyyətlə 1-3-ü tapdıq, amma yenə də baxaq. 5. Külək getdikcə şiddətlənir, həşəmətli dağlar ağ örpəyə bürünürdü. Həşəmət sözü demək düzəltmədir və isimdən yaranmışdı. Amma burada sifətdən düzələn bir söz yoxdur. Ona görə 5-i də çıxıram. Cavab qalır D variantı. 65. Hansı cümlə əsasında verilmiş cümlə əsasında yanlış fikirləri müəyyən edin. Qoca, ağsaç, ancaq yanaqları qıpqırmızı bir kişi məni gülə-gülə qarşıladı. Qarşısındakı stullardan birinə oturtdu. Burada yanlış fikir istəyir bizdən. Sifətin deyir ki, quruluqca hər üç növünə aid nümunə işlənmişdir. Qoca burada sadədir. Ağsaç mürəkkəbdir.
Mürəkkəb. Sonra məni gülə qarşısındakı sözü isə düzəltmədir. Sifətin hər üç növünə aid nümunə var. Sadə sifətlə ismin birləşməsindən yaranan mürəkkəb sifət var. Bəli, ağ saç sözü bu şərti ödəyir. Ağ sadə sifət, saç da sadə ismin birləşməsindən yaranıb. Düzdür. Düzdürsə, gəlin düzləri çıxaq da. Buradan çıxıram, buradan çıxıram. Cavab 3-5 qalır, amma yenə də cavan sifətinin sinonimi işlənmişdir. Cavan sifətinin sinonimi, burada qoca işlənib birincisi. Ona görə bunun antonimi desəydi yenə də doğru olar. Sinonimi yanlışdır. 3 yanlışdır. Sifətlərdən biri əlamətin normadan çox olduğunu bildirir. Yəni qıpqırmızını nəzərdə tutur burada. Bəli, düzdür. Sifətin dərəcələrinin hər üçünə aid nümunə var. Baxıram ki, qoca demək adidir, ağsaç adidir, qıpqırmızı çoxaltmadır. Və qarşısındakı da, dakidəki şəkilci bilirsiniz ki, dərəcələr üzrə dəyişməz, şəkilcili sözlər. Ona görə adi dərəcə və çoxaltma dərəcəsi var, azaltma dərəcəsi yoxdur burada. Ona görə burada olacaq cavab 3 ilə 5 B variantı. Keçək 66-ya. Deyir ki, verilmiş cümlə əsasında uyğun fikirləri müəyyən edin. Mələk Fərmanın bu bəstə boylu, qara və çatma qaşlı qızdan qorxduğunu hiss edirdi. Doğrudur və yanlışdır hissələri verilib. Bəstə boylu, qara, çatma qaşlı sözləri sifətdir burada. Sifətin quruluşca iki növünə aid nümunə var. Mürəkkəbdir, sadədir və mürəkkəbdir. İki növünə aid nümunə var, bəli. Bütün sifətlər təyin vəzifəsindədir. Mələk Fərmanın qorxduğunu, bu bəstə boylu, qara və çatma qaşlı qızdan qorxduğunu fe'li sifət tərkibinin içərisindədir. Ona görə mən bunu müstəqil olaraq təyin vəzifəsində deyə bilmirəm axı. Düzəltmə sifət işlənmişdir, düzəltmə sifət işlənməmişdir. Yanlış hissəsinə baxaq. Sifətlər əlamət bildirir. Bəstə boylu, balaca boy insana deyirlər. Qara, həqiqətən də gözlə görür ki, bu qaraşındır, yoxsa sarışındır. Çatma qaşı da gözlə görə bilirik, əlamət bildirir, bəli. Ona görə 4 doğrudur. Azaltma dərəcəsində olan sifət işlənmişdir. Gördüyünüz kimi hamısı nədir? Adi dərəcədə də azaltma dərəcəsində olan sifət yoxdur. Yanlışdan yanlışı və doğrudan doğrunu götürsək, cavab olacaq 1-5 Y variantı. Uyğun istəyir də, uyğunları belə. 67. Verilmiş cümlə əsasında yanlış fikirləri müəyyən edin. Ayın solğun işığına qərq olmuş kiçik həyətimizdə zil qara pişik cır alça ağacını cırmaqlayırdı. Solğun sözü burada sifətdir. Kiçik sözü sifətdir. Zil qara sifətdir. Cır alça sifətdir. Sifətin quruluşca iki növünə aid nümunə var. Soldan solğuna əmələ gəlir. Kiçik sözü sadədir. Qara sözü sadədir. Cır sözü də sadədir. Ona görə burada iki növünə aid nümunə var. Fikri düzdür. İsimdən düzəlmiş sifət işlənmişdir. İsimdən düzələn sifət, burada bir dənə düzəltmə var. O da solğun sözüdür. O da feildən düzəlib. 2 yanlışdır. Sifətin dərəcələrinin ikisinə aid nümunə var. Zil burada çoxaltma dərəcəsini yaradır. Zil qara. Burada solğun da, cır da, kiçik də adi dərəcədədir. Ona görə ikisinə aid nümunə var. Bəli, bu fikir düzdür. Çoxaltma dərəcəsində olan sifət sadə ismi təyin edir. Demək, çoxaltma dərəcəsində olan sifət qara sözü pişik sözünü, bəli, təyin edir. Bu düzdür. Azaltma dərəcəsində olan sifət işlənmişdir. Gördüyünüz kimi azaltma dərəcəsi yoxdur. Demək, burada yanlışı seçsək, 2 ilə 5 bizim doğru cavabımız olacaq. 68. Verilmiş fikirlərin aid olduğu sifətləri müəyyən edin. Quruluşca mürəkkəbdir, adi dərəcədədir, əlamət bildirir. Birincisi, quruluşca mürəkkəb olanlardan və adi dərəcədə, daha doğrusu dərəcə əlamətləri üzrə müəyyənləşdirsək, ən xoşbəxt nədir? Demək, bu çoxaltma dərəcəsidir və 5-ləri çıxaq. Çıxdıq 5-ləri. Və dost doğma nədir? Bu da çoxaltma dərəcəsindədir. 6-ları da çıxaq. Və cavab qalır. Amma yenə də baxaq. Alagöz sözü quruluşca mürəkkəbdirmi? Bəli. Ala və göz sözlərinin birləşməsindən yaranıb. Adi dərəcədədirmi? Bəli. Əlamət mi bildirir? Bəli. Buna görə biri götürürəm. Açıq fikirli götürmürəm. Nəyə görə? Çünki adi dərəcədədir, mürəkkəbdir. Amma əlamət bildirirmi? Xeyr. Açıq fikirli nə bildirir? Keyfiyyət bildirir. Ona görə mən bunu götürmürəm. Uzun saçlı sözü. Bəli, uzun saçlı mürəkkəbdir. Uzun və saçlı sözlərin birləşməsindən adi dərəcədədir, həm də əlamət bildirir. Baxan kimi həmin insanın uzun və ya qısa saç olduğunu bilə bilirəm. Üçü də götürürəm. Tünd xasiyyət sözündə quruluşca tünd və xasiyyət sözləri birləşib. Burada adi dərəcədədir. Bəli, adi dərəcədədir. Əlamət bildirir. Xeyr, əlamət yox, keyfiyyət bildirir. Ona görə keyfiyyətə aparırıq bunu. 4-də çıxırıq. Və enli kürəkli sözü. Enli kürəkli həqiqətən də əlamət bildirir. Adi dərəcədədir və enli kürəkli sözlərin birləşməsindən əmələ gəlmişdir. Cavab olur 1-3-7 Y variantı. 69. Cümlələrin ilk sözləri əsasında uyğunluğu müəyyən edin. Güclü ideyanı müdafiə edən insan da güclüdür.
müdriklər elmdən bəhrələnməyi bacarırlar. Baxaq. Deyir ki, ilk sözlər haqqında, yəni güclü sözü, gəlin qələmi dəyişək, daha gözə çarpan bir şey olsun. Güclü sözü, bir də müdriklər sözü, düzdürmü? Aha, 1-2 yazıram bura. Deyir ki, sifətin sualına cavab verir. Baxın, fikir verin, güclü ideyanı müdafiə edən insanda güclüdür. Necədir güclüdür? Kim insan? Hansı insan? Güclü ideyanı müdafiə edən insan. Görürsünüz, burada bu fe'li sifət tərkibinin içərisindədir. Müdriklər elmdən bəhrələnməyi bacarırlar. Bacarırlar. Kim? Müdriklər, mübtəda. Nəyi elmdən bəhrələnməyi bacarırlar? Aha, gəlin təhlil edək. Sifətin sualına cavab verir. A cavab verir. Bəli. Sonra sifət sualına cavab vermir. 2 cavab vermir. B. Çünki isimləşib orada. İsmin sualına cavab verir. İsmə aid şəkilçi qəbul edib. Bu təbii ki ikinciyə aiddir. Larlər cəm şəkilçisi qəbul etmişdi. Y kimi yazdım bunu. C yazın bura. Aha. Sonra əlamət bildirir. Güclü ideya əlamət bildirmir. Ona görə heç birinə aid eləmirəm. Nə də müdrik sözü. Əlamət bildirmir. Sonra azaltma dərəcəsindədir. Yəni hər ikisi adi dərəcədədir. Ona görə 1-ə A, 2-yə olacaq B, C. O da olur Y variantında. Ümidvaram ki anladınız. 70. Həkim xəstə müayinə edirdi cümləsində ilk 2 sözü ilə bağlı oxşar cəhəti istəyir. Həkim xəstəni müayinə edirdi formasındadır. Yəni bu qeyri-müəyyən təsirli haldadır. Adlı haldadır. Xeyr, dedim ki qeyri-müəyyən təsirli haldadır. Həkim adlı haldadır, amma xəstəni yox. İsmin sualına cavab verir. Həkim kimi müayinə edirdi? Bəli, ismin sualına cavab verir. Qrammatik cəhətdən isimdir? Xeyr. Burada xəstə sifətdir qrammatik cəhətdən və burada isimləşsə belə biz onu isim kimi götürmürük. Ona görə 3 yanlışdır və əsas nitq hissəsidir. Bu da bəli. İsim də sifət də əsas nitq hissəsidir. Cavab olur 2, 4, C variantı. Çoxaldılma dərəcəsinə aid ola bilməyən sifətləri. Biz bilirik ki, Q, daşı şəkilçili olan sifətlər dərəcələr üzrə dəyişmir. Gəlin baxaq. Dəhlizdəki sözü dəyişməz. 2-ni götürürəm. Bakıdakı şəkilçisi var. Dünənki sözü dəyişməz. 2-ni 3-ü götürürəm. Sonra mədəni sözü. Ən mədəni insanlar. 6 olur. Çıxıram. Yaraşıqlı. Ən yaraşıqlısı. Bu da olur. Ən mərhəmətlisi. Bu da olur. Qiyabi sözü də olmur. Ən qiyabi, çox qiyabi deyə bilmirəm. Ona görə 2, 3, 4 bizim cavabımız olacaq. Keçirəm 72. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Sifətin quruluşu hər 3 növünə aid nümunə var. Sifətin quruluşu yalnız 2 növünə aid nümunə var. Bu mehriban, dilsiz, ağızsız heyvanların onun qayğısına ehtiyacları var. Mehriban sadədir. Dilsiz, ağızsız mürəkkəbdir. Və burada digəri yoxdur. 1 yanlışdır. O uçsuz bucaqsız Qobustan düzünü keçmiş, silsiləli uca dağlara dırmanmağa başlamışdı. Uçsuz bucaqsız mürəkkəbdir. Sonra silsiləli düzəltmədir, uca sadədir. Hər üçü var, 2-ni götürürəm. İndi bu doğma, əziz insanlar başqa yerlərə köçəcəklər. Doğma demək düzəltmədir, əziz sadədir. Ona görə 2 növünə aid nümunə var deyirsə, 3-ü də götürürəm. Bugün kəndin sabahı həmişəkindən daha fərəhli idi. Həmişəki sözü düzəltmədir, fərəhli sözü də düzəltmədir. Burada 2 növünə aid nümunə yoxdur 4-də də. Burada cavabımız olacaq 2, 3, cavab D variantı. 73. Verilmiş cümlədəki sifətlərlə bağlı doğru fikirlər istəyir. Artıq dağların yastı döşlərində, enişli yamaclarında sarı sümbül zəmiləri xısın-xısın pıçıldayaraq dalğalanır, qürub edən günəşin al şəfəqləri altında qızıl kimi parlayırdı. Deyir ki, bax burada, yastı döşlərində, enişli yamaclarında sarı sümbül zəmiləri xısın-xısına aid eləmirəm, pıçıldayaraq aid olduğuna görə o zərfdir orada. Qürub edən günəşin al şəfəqləri, al qırmızı mənasındadır burada. Burada qızıl sözü sizi çaşdırmasın, qızıl burada isimdir. Sifətin quruluşca hər 3 növünə aid nümunə var. Yastı sözündə yastı sadədir. En sözündən eniş, enişli, sarı sadədir, al da sadədir. Hər 3 növünə aid nümunə var deyəndə yanlışa yol vermiş olur. Ona görə birləri çıxıram. Sifətlərin hamısı adi dərəcədədir. Bəli, adi dərəcədədir sifətlər. Bütün sifətlər müstəqil cümlə üzvüdür. Baxaq. Qürub edən günəşin al şəfəqləri altında
Günəşin şəfəqlərinin altında. Al sözü bunun içərisində olduğuna görə mən müstəqil şəkildə deməyəcəm onu. Ona görə B-ni də çıxıram. Qoşma ilə işlənmiş sifət cümlədə təyindir. Axı qoşma ilə işlənən söz, yəni qızıl kimi sözü, qızıl sifət deyil burada. Ona görə 4-də yanlışdır. Sonra düzəltmə sifət isimdən yaranmışdı. Baxın, burada bəli, enişli sözü eniş sözündən yaranmışdı. Sözün nədən yarandığını axırıncı leksik şəkilcidən bir əvvələ xətt çəkirik, ora qədər deyirik və hansı suala cavab verirsəm, həmin nitq hissəsinin xüsusiyyətlərini daşıyır və həmin nitq hissəsinə aid olub ondan düzəlir. Ona görə 2 ilə 5 olacaq Y variantı. 74. Verilmiş cümlələr əsasında müqayisə cədvəlindəki yanlış fikirləri. Qaraşın üzünə yaraşmayan xırdaca ağzı məsud uşaq təbəssümü ilə açılmışdı. Qoca işçilərə yaxınlaşdıqca onların yorğun simaları fərəhli bir təbəssümlə işıqlanırdı. Sifətin hər üç dərəcəsinə aid nümunə işlənmişdir. Qaraşın sözü, bəli, burada azaltma dərəcəsindədir. Xırdaca çoxaltma dərəcəsindədir. Məsud adi dərəcədədir. Doğrudur. Bu tərəfə də baxaq. Qoca adi dərəcədədir. Yorğun bu da adi dərəcədədir. Fərəhli bu da adi dərəcədədir. Yox, bu elə birə aiddir. Rəng bildirən sifət var. Qaraşın rəng bildirir. Burada bu tərəfdə isə rəng bildirən yoxdur. Burada rəng bildirən yoxdur. 2 doğrudur. Yanlışı istəyir də bizdən. Hə, yanlışı istəyir. Deyir, həm isimdən, həm də feildən yaranan sifət var. Həm isimdən, fərəh isimindən fərəhli, sonra yor sözündən yorğun əmələ gəlir. Həm isimdən, həm də feildən yaranan sifət var fikri düzgündür. 3 düzgündür. 4. Quruluşuna görə sadə olan sifət işlənmişdir. Qoca sadədir, xırdaca sadədir, məsud sadədir. Ona görə 4 hər ikisinə yazılmalı idi, yanlışdır. Yəni 4 bura yazılmalı idi. Bütün sifətlər təyin vəzifəsindədir. Baxaq, qaraşın üzünə yaraşmayan xırdaca ağzı, demək, qaraşın üzünə yaraşmayan bu sifət təyin vəzifəsində ola bilir. Amma baxaq bu tərəfə, məsud uşaq təbəssümü ilə. Burada var. Qoca işçilərə yaxınlaşdıqca onların yorğun simalı fərəhli bir təbəssümlə işıqlandı. İşıqlandı nə? Onların yorğun simaları necə, nə cür? Nə zaman? Qoca işçilərə yaxınlaşdıqca. Baxın, burada artıq bu yanlışdır. 5 yanlışdır. Çünki yəni yenə deyirəm, qoca işçilərə yaxınlaşdıqca feili bağlama tərkibinin içərisindədir. Bu da zərflik mövqeyindədir. Mürəkkəb sifət işlənməmişdir. Mürəkkəb sifət işlənməmişdir. Bu da doğrudur. Mürəkkəb sifət işlənməyib burada. Ona görə cavab olacaq buradan yanlışdan 4, 5. Cavab olur D variantı. 75. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Yalnız adi dərəcəsinə aid nümunə işlənib sifətin hər 3 dərəcəsinə aid nümunə var. Bu susqun qızdan adi dərəcə, eşitdiyim qətiyyətli sözlər adi dərəcə məni təəccübləndirirdi. Adi dərəcə. Yalnız adi dərəcəsinə aid nümunə işlənib, bu düzdür. Bu iynə də köhnədir. Gözü sarımtıldır. Köhnə adi dərəcədədir. Sarımtıl azaltma dərəcəsindədir. Qabaqlar nənəmin yaxasında görmüşəm. Bu uyğun gəlmir gördüyünüz kimi. 2-ni çıxıram. Sifətin hər 3 dərəcəsinə uyğun. Çox səliqəli, çoxaltma dərəcə, alçaq, adi dərəcə, hasarı olan həyətin darvazası önündə bizi sarışın, azaltma dərəcəsi. Bir qız qarşıladı. Hər 3 dərəcəsi var, bəli, 3-ü götürürəm. O, kağızı açdıqca nazik, adi dərəcə, dodaqlarında xəfif bir təbəssüm, yenə də adi dərəcədədir. Ona görə 4-ü də götürmürəm. Cavab olur 1, 4, D variantı. 76. Verilmiş cümlələr əsasən doğru fikir istəyir. Qar dayandıqdan sonra şiddətli və soyuq xəzri başladı. Küçəyə çıxıb küləyin dəhşətli hücumlarını hiss etmədən doğma evlərinə tərəf yollandı. Hər iki cümlədə quruluşca düzəltmə olan sifətlər işlənib. Gəlin baxaq ümumiyyətlə sifətləri tapaq. Şiddətli sözündə şiddət sözünə şiddətli, soyuq sözündən soyuq yaranır. Küçəyə çıxıb küləyin dəhşətli, dəhşət sözünə dəhşətli, hücumlarını hiss etmədən doğma evlərinə, bu da doğma sözü də düzəltmədir. 2 cümlədə quruluşca düzəltmə olan sifətlər var, düzdür. Birinci cümlədə sifətlər həmcins təyin vəzifəsindədir. Şiddətli və soyuq, bəli, həmcins təyindir burada. Ona görə 2-ni də götürürəm. Hər iki cümlədə həm isimdən, həm də feildən yaranan sifət var. Şiddət ismindən yaranıb, soyuq feilindən yaranıb. Dəhşət ismindən yaranıb, doğma feilindən yaranıb. Ona görə 3-ü də götürürəm.
İkinci cümlədə həm düzəltmə, həm sadə sifət var. Birincisi, burada sadə sifət yoxdur. 2 dənə sifət var, o da düzəltmədir. Ona görə 4-ə çıxıram. İkinci cümlədə sifətin biri adi, digəri çoxaltma dərəcəsindədir. Xeyr, hər ikisi nədir? Adi dərəcədədir. Ona görə 5-i də çıxıram. Doğru fikir istəyirsə 1, 2, 3 cavab olur C variantı. Sonra isimdən düzələn sifətləri müəyyən edin. Əhatə sözündən əhatəli 1-i götürdüm. Zarafat sözündən zarafatçıl 2-ni götürdüm. Yaxşılıq isimdir, ona görə 3-ü götürmürəm. Namərd sözündə mərd sözündən yarandığına görə mərd necə götürmürəm. Badamı sözünə badam sözündən ı yarandığına görə badamını götürürəm. Gözəllik də isim olduğuna görə götürmürəm. Cavab olur 1, 2, 5. Sifətləri müəyyən edin. Xüsusi sözü sifətdir, bəli. 1-i götürürəm. Nəfs sözü isimdir, götürmürəm. İctimaini götürürəm. Yaxşılıq isimdir, götürmürəm. İbtidai götürürəm. Sevinç sözü isimdir, götürmürəm. Cavab olur 1, 3, 5. Ayət 79-cu sualda hansı nümunədə altından xətt çəkilmiş ifadə əşyanın əlamətini bildirir? Yəni keyfiyyət yox, əlamət. Gözəl görünmək çoxlarının arzusuydu. Gözəl görünmək burada görünməyin qarşısında gəldiyinə görə zərf hesab olunur. Ona görə 1-i götürmürəm. Mahnını yenə bu gözəl oxudu. Gözəl burada ona görə qəsdən verilib ki, feilin qabağında siz çaşasız onu zərf götürəsiniz. Amma gözəl burada sifətli və isimləşib. Kim oxudu? Gözəl oxudu. Gözəl də yəni əlamət baxımından gözəl hesab olunur da. Ona görə gözəl burada sifətdir. Bəli. 2-ni götürürəm. Buralar gözəllər yurdu hesab olunur. Gözəllərin yurdu hesab olunur. Yenə də burada isimləşsə belə, yenə də gözəl yəni bu əlamətinə görə cismani olaraq bilinir də bu gözəl. Ona görə 3-ü də götürürəm. Atın gözəl yerişi var. Gözəlin yerişi necə olur? Gözəl, incə yerişi var, qəşəng yerişi var. O mənada gözəl. Bu da bəli sifətdir. Gözəl danışanlar yenə də burada danışanların qabağında gəldiyinə görə zərf hesab olunur, götürülmür. Demək cavab oldu 2, 3, 4. Demək sifət bölməsinin izahı bu qədər. Sizin video qarşınıza çıxdısa videonu bəyənin, kanala abunə olun, fikirlərinizi mənimlə bölüşməyi, dəstək olmağı unutmayın.